Bəhali haqqında nə bilirik? Bəhali haqqında bilməkdən ötürü birinci onun mənbəyi olan Babilikdən danışmaq lazımdır ki, onun əsasını 1844-cü ildə əslən Şirazdan olan Şeyxi təriqətinin müridi Seyd Əli Məhəmməd qoymuşdu ki, özünü Bab Allahın qapısı və peyğəmbəri elan etmişdi. Özündən bir kitab da yayınlamışdı, Bəyan kitabı və həmin kitabda güya ki, özündən əvvəlki peyğəmbərlərin, imamların şəriətini ləğv etdiyini, yeni şəriət yarandığını bildirmişdi. Ki, dünyəvi bir qaydaları da rəhbər tutmuşdu. Lakin 1850-ci ildə onu edam etdilər Təbrizdə. 1863-cü ildə onun şagirdi hesab edən Mirzə Əli Hüseyn Nuri özünü Bəhaullah, Babın davamçısı, Babın müjdə verdiyi peyğəmbər elan etdi və öz şəriətini qoydu. Və 1892-ci ildə uzun sıxıntılardan sonra Ağqa şəhərinin İnki-İsrail ərazisində vəfat elədi. Lakin onun yolunu oğlu Abbas, daha sonra isə onun oğlu Şövqü davam etdi ki, bəhali ondan sonra xeyli inkişaf edib və artmağa başladı. Onu deyim ki, bəhailər əsas əqidə sistemləri nələrdir? Birincisi, onların mərkəzləri Ağqa, Hayfa və Dehli şəhərləridir ki, bəhalilərin qəbri məhz Ağqada yerləşir. İkinci məsələ onların simvoludur ki, o 9 güşəli ulduzdan və içində Allahın adı yazılan bir sözdən ibarətdir ərəb dilində. Bəhailər nə deyirlər? 1. Onların fikrində görə cəmiyyət dünyəvi bir cəmiyyət olmalıdır. İman vicdan məsələsidir. 2. Bütün monoteist dinlər Allahın bir dinidir. Yəni din arasında ayrı seçkilik etmək olmaz. 3. İbadətlər azaddır, lakin 3 ibadət, yəni gündə 3 dəfə ibadət məcburidir. 4. Bütün bəhailər bir cəmiyyətdə birləşmişlər. Ona görə də cəmiyyət işlərini bir görmək vacibdir. 5. İstənilən şey yemək olar, spirtli iş içməkdən başqa ki, xoş görülmür. Donuz əti yeməyi də xoş görməsələr də belə, yəni qadağan da etmirlər. Və ən nəhayət bəhailər dünyəvi cəmiyyətin daha inkişaf etməsinin tərəfindədirlər ki, bu da onları başqa monoteist dinlərdən ayırır.